ataya verilən hədiyyə eyni zamanda mirasdır. Niyə saat kolleksiyası? Düzü böyüdükcə həmən markaya tamam təsəvvürüm dəyişdi. Saat belə bir şeydir ki, bir növ o övlad məsələsinin bir növ kiçik versiyası. Evdə məsələn saat qutusunun içərisində yatıb qalanda onun mənim üçün bir əhəmiyyəti olmur. Bizim atalarımızdan, böyüklərimizdən saat qalsaydı, onu ən dəyərli saat olar ki, ən çox qolunda olan saat hansıdır? Saat heç vaxt Azərbaycanda investisiya vasitəsi ola bilməyəcək. Elə məşhur saat var ki, onun əlbirlər qiyməti 10 dəfələrdən qalxdı. Azərbaycanda düşdü. Azərbaycanda isə Azərbaycanda belə bir düşüncə var ki, saat ayrılıqdır. Həm də bey saatı deyilən bir şey var. Saatımız onu göstərir. Deməli bizim buraxılışın onlayn olma vaxtıdır. Yenə qarşınızda mən və bu səfər Nurəddindir qonağımız. Nurəddin sən bir dənə salamla. salamlayıram. Ümid edirəm ki, tamaşaçılar üçün də çox maraqlı bir müzakirə olacaq. Məncə də. Çünki Nurəddin bizim demək olar ki, xüsusi qonağımızdır və ilk xüsusi qonağımızdır bu arada. Nurəddin bizim həm artıq belə deyərdim, artıq dostumuzdur, müştərimiz deyil, amma daha əvvəllərdə əlbəttə ki, bizim müştərimiz olub. Yəni bizim tanışlığımız oradan olub da indi, yəni burada durub nəsə başqa cür məlumat verməyin adı yoxdur, amma artıq biz məqsədimizə çatmışıq. Müştərimiz çevrilib bizim artıq dostumuza. Təşəkkür edirəm. Hətta belə deyərdim, bizə yeni kolleksiyalar gələndə də ilk xəbərdar oldu. Komandamızdan birlikdə xəbərdar olan bir insandır bugünkü qonağımız. Və Nurəddin bizim fikrimizdə, düzdür, Nurəddin bunu biraz qəbullanmaq istəmir, amma Nurəddin bizim üçün ən dəyərli saat kolleksionerlərimizdən biridir. Bu barədə deyim ki, ilk öncə bu kolleksiya məsələsi biraz zamana bağlı məsələdir. İllər sərf olunacaq bir sahədir. Kolleksioner deməzdim, amma saat həvəskarı olaraq, saat sevər olaraq özümü görürəm bu məsələdə. Həm kolleksiya ona görə ki, mənim nəzərimdə məsələn, uşaq vaxtından çox şeylərin kolleksiyasını yığmışam. Bu oyuncaqlar, Kinder oyuncaqlardır, turbo şəkillərdir. Sonra zaman keçdikcə, yaşım artdıqca bu belə deyim, valutalar, müxtəlif keçmiş valutalar var idi. Məsələn, Amerikan vətəndaş müharibəsi dövründə olan o vaxtda Fed yox idi. Kanal Bankın istehsal etdiyi böyük dollarlar var idi. Onlardan yığırdım. Funtun dominant olduğu vaxtların, o vaxtın funtlarından sonra müəyyən məsələlərə görə məndə bu məsələyə biraz psixoloji, biraz da mənəvi yanaşma oldu. Psixoloji yanaşma bu idi ki, bir şey həddindən artıq olursa, o artıq məndə daha minimalizmə yönəlməyə gətirib çıxardır. Məsələn, onların arasında saat məsələləri də əslində belədir. Yəni, sənin sözü bölüm. Sən mənim birinci sualımı cavablayırsan hal-hazırda. Mənim sənin birinci sualımda elə cavabını, yəni bu cavabı gözləyirdim. Sən məni biraz qabaqladın da. Prosta istəyirəm ki, birinci sual belə ortada da olsa, heç olmasa birinci sual verim ki, ikinci suala keçə bilim. Olar. Birinci sualım elə bununla bağlı idi ki, niyə saat kolleksiyasına başladın? Yəni, başqa bir əşyanın yox. Niyə saat kolleksiyası? Sualım da buydu əslində, amma sən elə düzgün yoldaydın. Biraz istəyirəm belə verdiyim qərarların arxasında nə yatır, biraz analitik yanaşıram bu məsələyə. Saat məsələsi ilk öncə uşaq vaxtından saata olan marağıma görə olub. O məşhur bir saat markası var idi. Onların reklamı həmişə gedirdi, uşaqlar üçün idi. Mən də uşaq idim, ona həvəsim var idi. Deyə bilərsən, bölünür. Bu düzdür, böyüdükcə həmən markaya tamam təsəvvürüm dəyişdi. Əvvəllər o Swatch var idi, Flick Flag falan, belə uşaq vaxtından baxırdım onlara. Ondan sonra düzdür, həmən vaxt bir dənə saatım var idi. Çox saatım təbii ki yox idi. Onu da taxıb biraz elektron saat idi. Başqa şeylərin kolleksiyasını yığmışam uşaq vaxtından ta ki yetkinlik dövrünə qədər. Yetkinlik dövründə zamanla bilirsiniz necə oldu? Elə bir kolleksiya böyüdükcə məndə həm psixoloji, həm mənəvi yanaşma tərzi formalaşdı kolleksiyaya. Məsələn, psixoloji bu idi ki, bir şeyin sayı artanda əvvəli həmişə həvəs olur. Saat kolleksionerləri də, saat həvəskarları da bu cür məsələyə baxır əslində. Hər şeyin düsturu eynidir də. Onlar baxırlar ki, bir dənə, 2 dənə, 3 dənə, 5 dənə saat var və mən bunu kolleksiyaya başlamaq istəyirəmsə, nə gəldi alıram, yığıram. Sonra bu bir period, bir dönəm olur ki, insanlarda o çoxluq onları sıxmağa başlayır.
və daha seçici yanaşmağa başlayırlar. O bəlkə də düzgün kolleksiya yığmamaqdır bəlkə də. Çünki düzgün yolla irəliləmirlər. Bax mən sizə bir söz deyim. İnsan belə yaradılıb ki, bu nəzəriyyədən çox praktik yaşayanda anlaya bilir mahiyyəti. Məsələn nədir? Nəzəriyyədə budur ki, deyirlər ki, düzgün saat kolleksiyası yığ. Hər nə gəldi yığma. Amma sən doymasan, onu yaşayıb doymasan, nə olduğunu bilməsən, bu sözün mahiyyəti, dəyəri sənin üçün açılmayacaq. Sən onun fərqinə varmayacaqsan. Amma məsələn, sən ki baxırsan ki, saatların var, çoxdur. Və elə bir ki, misal üçün deyirəm, təxmini bunun fikrimdə bir şey var, onu izah edəcəm. Məsələn, kənd yerində nənələr, babalar olurdu ki, keçmiş. Onların 15-20 dənə uşaqları olurdu və o uşaqların bəzən elələri var ki, adları belə yadlarından çıxırdı. Onlara lazımi diqqət yönləndirə bilmirdilər. Amma 2 dənə, 3 dənə, 1 dənə övladı olan məsələn valideynlər daha çox onun hər şeyinə bələd olur. Ondan daha çox gələcəyə yönümlü yetişdirə bilir. Saat belə bir şeydir ki, bir növ övlad məsələsinin bir növ kiçik versiyasıdır. Məsələn, necə? Çox saatın olanda sən o saatları lazımınca o saatla zaman keçirə bilməyəcəksən. Həm qulluq eləyə bilmirsən, həm taxa bilmirsən. Məsələn, olur ki, saatı taxırsan qoluna. Olub məsələn məndə belə bir şey ki, bir saatdan çox da xoşum gəlməyib, amma qoluma taxdıqca onu sevməyə başlamışam. Onunla zaman keçirdikcə ona qarşı məndə məsələn müəyyən emosional bağlılıq yaranıb. Görmüşəm ki, bu əslində başqa cürüymüş. Evdə məsələn saat qutusunun içərisində yatıb qalanda onun mənim üçün bir əhəmiyyəti olmur, qalır. Ona görə məsələn insanlar birinci özünü kolleksioner görmək üçün saatların sayını artırır. Nə gəldi yığır. Axı zaman keçdikcə insanın saata olan baxış açısı da dəyişir. Videolar izləyir, müəyyən şeylər görür ki, əslində heç də saatların hamısı horoloji deyil, fashion var ki, bunlar çox aşağı büdcəli mexanizmlərdən istifadə edir. Sonra baxır ki, məsələn, aşağı büdcəli mexanizmdir. Məsələn də fashion saatlar. Mən bunlara niyə bu qədər pul verirəm ki? Başlayır gözündən düşməyə və seçici davranmağa. Bu psixoloji səbəblərdən də olur. Biraz belə deyim, keyfiyyət yönümlü yanaşmadan da olur. Məndə hər şeyə qarşı mən zamanın müxtəlif şeylərin kolleksiyasını yığanda keyfiyyət psixoloji faktor çox önəmli oldu məndə. Məsələn, görürdüm ki, bir şeyi çox yığırdım, sonra azaltmağa başladım. Dedim ki, ən yaxşılarını saxlayım. Getdikcə nə mənada ən yaxşı, məsələn də deyim, bunu biraz azaldım. Bəzən olub ən yaxşısını vermişəm. Elə bir şeylər olub. Məsələn, valyuta məsələləri, indi ikinci faktoru da deyəcəm. Saat məsələlərinə yönlənmənin ikinci faktoru. Tutaq ki, valyutalardan yığanda, kolleksiya pullar yığanda da, kağız pulları da çox üstünlük verirdim. Orada məsələn baxdım ki, zamana qarşı aşınma var. Pullarda məsələn, istər dəmir olsun, fərqi yoxdur, istər çalışırdım ki, onu say çoxluğuna görə yox, keyfiyyətə görə yığım. Məsələn, Amerikan dollarları var idi, eBay-dən, müxtəlif yerlərdən sifariş verirdim. Bəziləri məsələn bir nəfər mənə Cəbəl Tariq funtu göndərmişdi, 100 funt idi, polimer idi, yubileyi ilə bağlı bir şeydi. O məsələn nadir bir nüsxə idi. Şəkli varsa onu göndərsən mənə ala biləcəm. O var, o var. Onun şəklini görməlidir. O məhdud sayda olan pul idi. İngilis funtundan daha dəyərlidir o hal-hazırda. Məsələn, o zamana qarşı polimer olduğu üçün onu saxlamışam, çünki aşınması yoxdur onun. Baxdım ki, misal üçün, mən tutaq ki, ev şəraitində bunu saxlayıram. Bunun qulluğu daha, məsələn deyim də, uyğun şəraitdə olmalıdır. Daha məsələn, müəyyən şeylər var ki, o şərait məndə yoxdur. Tutaq ki, ona o cür saxlayayım da, gələcək yönümlü. Və pul kolleksiyasına qarşı məndə biraz elə bir ki, həvəsdən düşdüm. Düşündüm ki, bu elə bir şey olmalıdır ki, həm saata mənim ümumiyyətlə marağım var idi. Amma məsələn, saatın zamana qarşı da dözümlülüyü, davamlılığı var. Gələcək yönümlü ötürülə biləcək bir növ həm də zamanın özüdür. Zamanın özüdür, bəli. Zamanın özüdür, həm aksesuar olaraq, həm hər mənada. Və saat kolleksiyası yox, saatlardan yığmağa çalışdım. Saat, məsələn, dediyim kimi, bir müddət məndə saatların sayı çox olmağa başladı. Eyni proses gəldi burada da oldu. Baxdım ki, məsələn, daha seçici yanaşmağa başladım. Sadəcə olaraq saatı nəyə görə valyuta
belə deyim də, pulların və digərlərindən daha üstün, həm də digərlərinin aqibətini ona görə məndə yaşamayacaq ki, saatın bir gələcək yönümlü dayanıqlılığı var. Məsələn, dediyim kimi 50 dənə saatı sən kifayət qədər o saatın dəyərini bilməyəcəksən, kifayət qədər taxmayacaqsan. Saat ümumiyyətlə onun üçün deyil də, onu alasan, qutuda saxlayasan. Saat bunun üçündür ki, sən onu taxasan, ilə zaman keçirdəsən. Mən əminəm ki, məsələn deyirəm, bizim atalarımızdan, böyüklərimizdən saat qalsaydı, onun ən dəyərli saat olar ki, ən çox qolunda olan saat hansıdır? Çünki onunla ruhsal və fiziksel təması olub həmən saatla. O saat onun xeyir, şər, müxtəlif dönəmlərində onun yanında olub. Mən məsələn gələcək yönümlü, indi qismət olsa, övlad olsa, gələcək yönümlü, ailə, övlad, müəyyən məsələlər olanda mən istəyirəm ki, elə saatlar olsun ki, hamısı ilə zaman keçirdim. Yəni mən bunu qutuda saxlayıramsa, bu mənim üçün əhəmiyyətsiz bir şeydir. Həm də məsələn üzr istəyirəm, bu kolleksiya mövzusu elədir ki, bu əbədiyyət mövzusudur. Mən məsələn bunu bu cür baxıram ki, insan bu həyatda fiziksel olaraq əbədi varlıq deyilsə, o canfəşanlığını, bu mənim şəxsi fikrimdir ya. Yəni mən kolleksionerlərə də çox böyük hörmət edirəm. Onların ola bilər ki, gələcəkdə onların sayəsində mən çox şeylər öyrənəcəm. Bu sadəcə olaraq mənim subyektiv fikrimdir də. Məsələn, mən bir şeyi yığım, amma bugündən sabaha 3 gün, 5 gün, bu biraz mənəvi mövzudur da. 3 gün, 5 gün sonra yaşayacağımı onu bilmirəm. Amma ömrüm nəyinsə yığıb kənara qoymaqla keçirmiş kimi yaşayacağam. Amma məsələn, məhdud sayda olsa, kolleksiyamda saat, elə düşünürəm ki də, kolleksiya deməkdə saat, hədə kolleksiya deyək. Yaxşı, kolleksioner olmasam belə. O mənim üçün daha yaxşı olacaq, çünki biləcəm nəyim var. Kolleksioner demə, biz də kolleksioner deyəcəyik. Nəyim var, nəyim yox bilirəm də. Məsələn, onlarla zaman keçirəndə zövq alıram. Daha çox zaman ayıra bilirəm. Belə. Məsələn, onda elə mövzu bir yerə gəlmişkən, yəni yaxşı yerlərə toxundun, gələcək yönümlü məsələləri. Onda ikinci sualım belə olacaq ki, sənin üçün bu hadisə mi deyim, bu məsələ mi deyim, bu mövzu mu deyim? Məsələn, saat toplayanda belə deyək, adamlar üçün yaxşı indi sən xətrə kolleksiyoner sözünü istifadə eləmirəm. Bu saatları toplamaq, belə deyim, bilmirəm nə deyim ki, sən olsun kolleksiyada. Mən qeyd edirəm ki, kolleksioner deyil. Okey, sən qeyd edirəm. Sən deyə bilərsən. Saat kolleksiyası toplamaq sənin üçün nədir məsələn? Ola bilər sevgi olsun, ola bilər sadəcə hobbi olsun, ola bilər gələcəyi düşünürsən. Məsələn də gələcəkdə inşallah ki, övladlarına xətrin istədiyin birinə ola bilər bu. Yəni bu tipdə nəsildən nəsilə ötürə biləcək bir şey. Və ya bu investisiyadır. Yəni bu 4 normalda və saat kolleksiyası toplayanlarda bu 4-ündən biri olur da. Sənin üçün bunlardan hansıdır? İlk öncə bundan başlayım ki, çox insanlar bu mövzu ətrafında çox müzakirə edirlər. Qonşu ölkələrdə də, Azərbaycanda da investisiya məsələsi ilə kim bu mövzuya baxırsa, yəni qeyd edeyim ki, xüsusən də Azərbaycan üçün çox yanlış fikirdir. Saat heç vaxt Azərbaycanda investisiya vasitəsi ola bilməyəcək. Biz Dubayda yaşasaq, biz Amerikada, müxtəlif ölkələrdə sağlam bazar, sağlam saat mühiti, ikinci əl saat bazarı olan ölkələrə aiddir o. Məsələn, bunun özü də çox yanıqlı bir mövzudur Azərbaycanda. İkinci əl saat bazarı kimlərin böyük hissəsi kimlərin əlindədir? Necə, yəni belə deyim də, onlar məncə yoxdur ümumiyyətlə. İkinci əl saat bazarı əslində var. Necə var? Mən sizə deyim. Bir dənə, iki dənə şirkət səviyyəsində var. Onları mən belə deyim də, ad çəkməyəcəm, amma məsləhət görərəm. Onlar yaxşıdır. Amma 80% bir növ dəllalların əlindədir. Məsələn, bunlar mən çox istəyirəm ki, bu mövzu ətrafında geniş müzakirə eləyək. Məsələn, saatın, yenə deyirəm, onlar qiyməti təyin eləyirlər. Şirkət səviyyəsində olanlara, zərgərlik məlumatı olan şirkətlər var, onlara bata bilmirlər təbii ki. Onlara bata bilmirlər deyə, onlara diktə eləyə bilmirlər ki, sən məsələn bu qiymət təyin elə, müştəri gəlsə sənin yanına. Məsələn, ikinci əl full vəziyyətdə, məsələn, həmişə qutuda, səliqəli vəziyyətdə saxladığın saatı, məsələn, götürək, nə bilim, məsələn,
İsveçrə Omega olsun və yaxud da Rolex olsun, müxtəlif İsveçrə saatları olsun. Bunları aparsaz ora beynəlxalq bazardan ikinci əl saat bazarından çox-çox aşağı qiymətə alacaqlar və necə təklif edəcəklər? Bir-biri ilə də əlaqələri var. Deyəcəklər ki, məsələn bu saatı gətiriblər, göstəriblər. Sən bizdən artıq qiymət buna qoyma. Yəni bu maşın alverçiləri ki var, bunlardan çox mədənidir, həddindən artıq. Yəni siz elə bilərsiniz ki, mən görmüşəm də, müşahidə eləmişəm, gözümün qabağında bəzi proseslər olub. Saatın bir müddət sonra detalını dəyişirlər, detallarını ayrıca satırlar. Çünki hər insan saatın içərisini açıb baxmır da, orada orijinal detal. Bir dənə kənara çıxma eləyib o müqayisə elədin ki, maşın alverçilərindən daha pisdir də bu ikinci əl saat bazarında vəziyyət. Bunun səbəbi yenidən bu mənim şəxsi fikrimdə. Bizə məncə nədir, niyə belədir? Maşında bu elədir ki, artıq bu yayılıb da Azərbaycanda bu maşın alış satış ilə məşğul olmaqda. Yəni bu maşın alveri məşhurdur deyə artıq insanlar da çox alıb satır. Çünki maşın biraz Azərbaycanda ehtiyacdır, amma saat ehtiyac deyil. Hər kəs demək olar ixtisaslaşır da artıq maşın üzrə. Burada ixtisaslar, yəni ən azından sən məsələsində hər maşın alan adam vurur, baxır da, Gemini-də baxır, ChatGPT-də baxır. Amma saat o qədər də ixtisaslaşmayıb deyə bizim ölkədə. Bəli. Ona görə avtomatik olaraq bu dələduzlar rahatçılıqla belə deyirəm, at oynada bilirlər. Bəli. Mən məsələn ən çox bu mövzuda ona görə istəyirəm ki, insanlar bu məsələdən çox agah olsalar daha yaxşıdır. Çünki bəzi saatlar maşın qiymətinədir və onların belə deyim, onların necə büdcəsinə girirlər, necə aldadırlar. Yəni hətta məsələn deyim, təbii ki, burada ad çəkilmədiyi üçün mən rahat danışıram. Elə məşhur saatsazlar var ki, onlarla əlbirdirlər. Onlar açacaqlar, onun içərisinə baxacaqlar və müştəri heç vaxt deməyəcəklər. Orada da təbii ki, onların bir marağı var. Hansısa bir orijinal detal verirlər, müxtəlif şeylər var. Ona görə investisiya məsələsində heç vaxt məsələn saatı alıb, məsələn məşhur butiklərdən təzə vəziyyətdə alıb, gətirib ikinci əl bazarında, beynəlxalq bazarda dəyər artırsa, məsələn bizə məlum məsələ idi, Patek Philippe'in Nautilus modeli var idi ki, o məsələn satılanda... Yeni buraxılan deyirsiniz, bazara çıxmamışdan qalıb. Yox, daha əvvəl, 2015-də deyəsən istehsalda yandı. O ikonik modeli. Həmən model məsələn Azərbaycanda 2015-də dayandı da, rəsmi distributordan çox yaxşı satışlar eləyirdi. Amma bir müddət sonra istehsalı dayanandan sonra beynəlxalq bazarda saatın qiyməti 10 dəfələrdən qalxdı. Məsələn, Azərbaycanda düşdü. Azərbaycanda isə məsələn 2012-ci ildə Nautilusu alsaydın, gətirib onu yəni bu dəllalların əlində heç deyək ki 20% bahalı qiymətlə ala bilməyəcəkdin. Adamlar köhnə qiymətə girib açacaqlar, ən ucuz qiymət neçədir göstərəcəkdilər. Məsələn, elə şərait yaradırlar ki, biz necədir? Ya siz bunu ölkə kənarında satmalısınız kiməsə və yaxud anlayışı olan daha vicdanlı bir insana satmalısınız. 5 dənə yeri gəzəcəksiniz, amma bilin ki, hamısının bir-birinə əlaqəsi var. Məsələn, belə bir şey olmuşdu. Mən bir tanışımın başına gəlmişdi. Tam detallı açıqlamıram. Adam məsələn Rolex var idi. Wimbledon Perpetual Oyster. Onu apardı, göstərdi. Ona bir qiymət təyin eləmişdilər. Sonra 2 dənə, 3 dənə yerə getdi. Götürdülər saatın, demək bunlar bir WhatsApp qrupu var, nəyi varsa, saatın şəklini göstərdi ki, bu saatdır. Dedi, bu saatın qiyməti bundan artıq deyil. Get Harden'sdən soruş. O Harden'sdən soruş bir variant idi, şahmat gedişidir. Harden'sdən o kod eləmək. O kod eləmək, o bilir ki, müəyyən yerlərdə buna aiddir. O məncə şahmat gedişi, daha çox poker gedişi. Mən həmən adamı deyək ki, yönləndirdim. İkinci əl İsveçrə saatları olan zərgərlik məlumatları satan bir şirkətə, daha ixtisaslaşmış, daha deyək ki, bəzi saatların sənədi olmasa da, bəzi məsələn deyək ki, bunların ora girişə bilmədiyi bir yerə. Bəzi saatların sənədi olmasa da onlar özləri sənəd çıxardıb verirlər hüquqi cəhətdən ki, o təsəvvür edin ki, onlar ona bunların təklif etdiyi qiymətdən hardasa bir 40% daha artıq qiymət təklif elədilər. Bu mən bilirəm ki, məsələn, bəzən görürsünüz ki, sosial şəbəkədə saatlar paylaşırlar. Baxırsınız ki, saatın beynəlxalq bazar qiyməti bahadır, bunlar biraz ucuz qoyublar. O ucuz qoyulan bir şey əslində göydən düşmə deyil. Kiminsə haqqına giriblər. Onun həm haqqını, həm detalları dəyişilib, belə bir şeylər olur. Məsələn, saatı alırlar, sizdən aldılar. 5-10 gündən sonra deyirlər ki, saatın detalı dəyişib. Məsələn, belə deyim də, deyirlər və
sizin əlinizdəki malın dəyərini daha çox öldürürlər. Siz də deyirsiniz ki, mənim xəbərim yoxdur da, məsələn, bunun detalı dəyişib. İndi müəyyən faktorlar var ki, bunlardan biraz kənar olmaq üçün sadə yaxşı olar ki, investisiya nəzərindən baxılmasın Azərbaycanda. Birinci mövzu budur. İnvestisiya ola bilmir, təbii ki, ola bilməz. Onda yəni bu sadaladıqlarına görə mən belə başa düşürəm ki, sənin üçün investisiya deyil və məsləhəti görmürsən. Hə, məsləhəti görmürəm. Ən azı bu belə deyim də Azərbaycan üçün investisiya vasitəsi ola bilməz. Çünki sağlam bazar mühiti yoxdur. Əsasən də ikinci əl saat bazarında. Mən bunu deyərdim daha çox necə ola bilər? Hobbi məsələn ola bilər. Sevgi ola bilər, sadə qarşı olan maraq ola bilər. Bu belə bir şey ola bilər. Mənim üçün də eyni bir anlam daşıya bilər. Saat mənim üçün məsələn həyatımın ayrılmaz bir parçası kimidir. Ona görə ki, məsələn texnologiya ilə çox da aram olmadığı üçün bu enerji, bu zaryadka söhbətlərinə görə. Mən məsələn saat qolumda olanda mən vaxtımı daha yaxşı idarə edə bilirəm. Məsələn, müəyyən multifunksiyaal saatlar var ki, o mənim üçün çox böyük anı yol yoldaşıdır da. Toolbox deyirlər. Elə bir ki, bir yol yoldaşıdır. Yaxşı mənada və həyatda başqa anlamda bir həyat yoldaşıdır. Yəni səninlə bir yerdədir. Həm də gələcək səninlə birgə gedən, səninlə müəyyən hadisələrdə bir yerdə ola biləcək bir yoldaşdır. Məsələn, texnologiya ilə aram olmadığı üçün saat mənə daha çox güvən verir. Zamanı bilməkdə, məsələn, müəyyən multifunksiyalardan istifadə etməkdə. Onda sevgi də var. Hobbi və hardasa sevgi də var. Bəs gələcək yönümlü fikirləşirsən? Gələcək yönümlü, əlbəttə fikirləşirəm. Məsələn, necə düşünürəm? Mən həmişə deyirəm ki, Azərbaycanda bizdə biraz nə belədir ki, bizim ata-babalarımız biraz bu məsələlərdə necə deyim, ola bilsin ki, sosial mühit belə gətirib, ola bilsin ki, Azərbaycanda Sovet dönəmində məhdud bazar olub deyə. Məsələn, xarici ölkələrdə daha çox atadan, babadan saat, müəyyən dəyərli əşyalar qalır. Mənim ən yaralı yerimdir. Mənim məsələn həmişə istəmişəm. Bizdə Azərbaycanda maksimum nə qala bilər? Təsbih qala bilər. Ay sağ ol. Təsbih qala bilər ya da Sovet dönəminə məxsus orientlər qala bilər. O da yəni Azərbaycan üçün böyük bir şeydir. Orient saatının məsələn qalması Sovet dönəminin daxilində. Bizdə məsəl üçün nədir? Mənə bir dənə qəşəng bıçağım var. O məsəl üçün atam atasından qalıb. Atan indi bıçaq məndədir. Qardaşımda bir dənə saat var. İnansın saatın markasını bilmirəm. Saatın marka hissəsi yeyilib. Babamın saatıdır. Çox incə saatdır. Hansısa amma bilmirəm ki, rus hissəsi. Səfərəmizdə raketadır, yoxsa dəqiq bilmirəm. Ola bilər ki, raket olmasın. Çünki tam zədələnib deyil, o logosu olan hissəsi bilinmir də nədir. Bu iki şeydir məsəl üçün. Sağ ol. Bax, sosial mühit məsələsi də burada çox önəmli olub. Məsələn, çoxumuzda deyək ki, ata-babada zəngin olmayıblar da. Bunlar sosial təminat üzərində çalışıblar deyə. Onların məsələn zövq məsələlərinə zamanı, vaxtı heç zövqü də formalaşmayıb, olmayıb. Məsələn, bunlar saat taxsınlar. Onlar üçün vaxtı bilmək günəşlə, havanın qaralmağı, havanın həyat tərzinə görə. Hava qaraldı, evə gedilmişlər, hava işıqlandı, işə gedilmişlər, nəsə iş görülmüşlər. Bu belə bir şeydir. Ona görə məsələn, bugün Avropada, Amerikada, Asiyada, müəyyən ölkələrdə baxırsınız ki, dədə-babadan qalma yaxşı məsələn saatlar olur. Bəzən hətta şeyin özündə də olur. Türkiyənin özündə də internetdə baxıram ki, Rolex qalır, Tudor qalır, müəyyən şeylər qalır da görürsünüz. Vintage modellər. Vintage modellər qalır. Əslində bunun da Azərbaycanda bu yoxdur deyə bu ənənədə belə deyim. Bəli. Atadan oğula, oğuldan nəviyə də belə saatlar keçmir deyə. Yəni bu əvvəldən də keçməyib deyə Azərbaycanda ikinci əl saat bazar bəlkə də bu qədər zəif. Çünki Azərbaycanda bu dəqiqə məsələndə elə burada yayımın ortasında girək tapaza, yazaq orada ikinci əl saatlar zad önemli. Ancaq çıxacaq Orient Tristarlar. Bəli, eynən. Retki başqa bir, yəni Vostok belə saatlar. Raketa, yəni belə bir saatlar. Saatlar çıxacaq. Bəzən ola bilər ki, çıxsın nəsə. O vintaj saatların siz deyən kimi vintaj saatların bazarı yoxdur Azərbaycanda. Azərbaycanda o konkret yoxdur. Yəni ikinci əl bazarı o olanlar da məsələn ola bilər, məsələn Tastapazda görəcəksiniz. Məsələn Raymond Weil, Maurice Lacroix falan bunlar var, amma bunlar sonradan alınmadı. eBay-dən belə bir sənətlər. Məsələn, mən Raymond Weil-in vintage modelini heç bir vintage modelini deyərdim ki, bəyənmirəm. Bilmirəm niyə. Yəni
Yəni dediyim kimi də bu zövq məsələsidir. Yəni mənim şəxsi fikrimdir də bu. Bəli. Onun yəni vintage modelin bir dənə qəşəngi var, onu göstərərəm sənə. Roma indeksləri iləndir. Lağ məqsədi nə deyirsən? Yoxsa həqiqətən? Yox, həqiqətdə var. Lağ eləmək. Amma onların əksəriyyəti yenə deyirəm, yaxın zamanlarda xarici ölkələrdən onlayn platformadan alınma saatlardır. Bu məsələn AP-nin olsun, Rolex-in olsun, o yoxdur. Vacheron'un olsun. Bunların məsələn vintage modelləri baxırsan ki, adama deyir ki, bəli. Gəl məni al da başa düşdün. Bütün ən çox da axşam saat 11-də Xrono 24-də. Bəli, vintage eynən. Xrono 24 elə bil ki, maşın həvəskarlarının turbazıdır. Turbazı. Azərbaycanda 24-dür. Biz məsələn Xrono 24-ü bir dənə reklam elədik burada. Bəli. Vintage saatlarda mən məsələn köhnə saatlarmı yoxsa müasir saatlarmı bilmirəm, sən də belə bir sual verəcəksən, olacaqmı, olmayacaqmı bunu deyə bilmərəm. Ola bilər. Bu mövzuda fikrimi əslində bildirə bilərəm. Elə olsun sualın biri bu. Olsun. Əslində var idi, prosta indiki növbəti sual deyildi bu. Amma növbəti sual başqa idi. Eybiyotu bu sualın əvəzləyir. Bax, bir söz deyim də sizə. Bəzi sahələr var ki, orada hibridləşmə və müasir texnologiyalarla inkişaf gedir deyə. Saatlarda da bu yetər qədər var. Yetər qədər var, bəli. Orada tutaq ki, vintajlıq daha dəbdədir, daha güvən verir. Çünki yoxdur, azalır. Saat məsələlərində proses belədir ki, sən əgər məsələn də müəyyən orta segmentli, aşağı segmentli saatlar var ki, bizdə onun vintajları çoxdur da, ad çəkmirəm. Onlara meylliliyi mən çox da qəbul eləmirəm bu səbəbdən ki, bu mexaniki saatlar zaman keçdikcə daha da mexaniki daha da inkişaf eləyir. Hibridləşmə yox, hibridləşmə ayrı mövzudur. Məsələn deyirəm, güc rezervi artır, detallarında inkişaf var. Bir dənə kənara çıxmaydı, bu söhbətə belədimdə uyğun bir şeylər deyim. Onu biz desən səfərimizdə hansısa buraxışlarda bildirmişdik onu. O Arendstarın 70 saat olmaq məsələsi var ya. O çarxının birinin materialını dəyişiblər deyə 70 saata qalxdı məsələn. Yəni saat yenə mexanikidir. Bəli. Amma çarxının birini dəyişiblər deyə güc rezervinin 50 saatdan 70 saata qalxdı. Yəni məsələn elə sahələr var ki, onlarda məsələn deyirəm də el arasında deyirlər köhnə Mercedeslər. Bu saat mövzusunda köhnə Mercedes məsələsindən çox da razı deyiləm. Niyə? Çünki köhnə saatlar daha çox belə deyim, aşınmaya məruz qalır, sıradan çıxma ehtimalı var. Plus da ki, bunun texnoloji tərəfi var ki, məsələn, zaten hər şey paslanmaz polad, deyək ki, o rubin məsələsi, müəyyən şeylər var ki, əvvəldə necə etsə indi də elə olur. Məsələn, indi də tutaq ki, belə olur. Nədir? Keçmiş saatların mexaniki hissələri müasir saatlarla eynidir. Məsələn, müasir saatlarda daha çox inkişaf eləyir, daha çox mürəkkəbləşir, daha çox horoloji təsirləri var. Belə deyərik də, mexanik saat xoşlayırsansa, əladır da bu. Yəni bu əladır. Sən vintajdan çox, əgər maddi büdcən imkan verirsə, təzəyə üstünlük və geriyə qayıtma. Çünki geri zaten bu mövzuda geridir. Köhnə Mercedeslərin təzə Mercedeslərdən yaxşı olmağı söhbəti deyil bu mövzu. Bir də vintaj saatlarda məsələn o halda daha yaxşıdır ki, o marka əl çatmazdır. AP-dir, məsələn. Mənim deyirmək istədiyim bu məsələdir ki, məsələn, mənim özüm, indi adını çəkməyəcəm, xarici bir dənə səhifə var. Əslində adını çəkə də bilərəm, yəni belə ki, xaricədir. Səhifəmizin adı Goldomerdir. Məsələn, mən adamların işinə məsələn aşiqəm də başa düşdüm. Mən baxıram da, onların videolarına baxıram da, yəni özüm də onlardan çox şey öyrənmişəm. İki dənə qardaşlar ya da səhifəmizdə iki dənə dostlar belə saqqallı, saçsızlardı. Yəni adamlar çox əfsanə iş gördülər. Həm sosial mediada olsun, həm də ki belə gördükləri iş olaraq da. Bunların əlbəttə, bunların əlində olan saatları dəyər. Bu başqa məsələ. Qardaş, vintage saat almaq istəsənsə, belə bir mən məsələn ona görə mən isbat etmirəm ki, mən vintage saat almalıyam. Alaram. Hətta məsələn Rolex-in prezident qolbağlı qızılı, tam qızılı olan modeli var. Sellini gedirdi, adını elə bir şey verdi. O bu yaxınlarda Goldomer paylaşmışdı. Şeydə də var idi ondan. Soprano var idi. Sopranoda şey adı yadımdan çıxdı. Taxırdı da baş olurdu. Məsələn o saat məsələn çox qəşəngdir. Yəni nə vaxtsa mən özümə
Rolex alacaq şeydə olsan da, məsələn, statusda olsan, ki o model çox da fantastik qiyməti deyil, bahadır, düzdür, hal-hazırda mənim üçün əlçatan deyil. Amma məsəl üçün şəklində əlavə edirəm də, çox super modeldir. Mən məsəl üçün nə vaxtsa Rolex almaq olsam, gəlib təzə Rolex almaram. Onu məsəl üçün alaram. Çünki məsələn Rolex mən çox da yəni açıq deyil də. Royal Oak çox ideal, AP-nin vintajı çox gözəldir. Məsələn, müasir Royal Oak-lar adamın gözünü niyə vurur? Çünki saxtası çoxdur. Metro üzərində satılanlar çoxdur. Orijinalı sanki orijinalın dizaynını öldürür. Sən ancaq özünə təlqin etməlisən ki, bu orijinaldır. Bu o deyil. Özündən bağlısan da başa. Amma məsələn çox estetik, onun məsələn vintage olanları çox estetikdir, çox gözəldir. Məsələ bu da yəni məsələ. Bəli, əgər o saatlar ki, məsələn, əl çatmazdır, o saatlar ki, statusun zirvəsidir, saat aləmində ya, insan statusunda yox təbii ki. Yəni o segment var da, müəyyən bir vintage, segment var. Onların vintage piramidanın təpələrində olan bir model. Bəli, onların vintajlarını çox, yəni bəyənirəm də, yönəlməyə dəyər. Amma yenə deyim, orta segment və aşağı segmentin vintage-inə yönəlməyə heç dəyməz ümumiyyətlə. Çünki mexaniki olaraq da zəifdir təzələrdən, təzələr onun üzərində işləyiblər. Yəni bu, yenə deyirəm, məsələ mexaniki saatlar, yoxsa hibrid saatlar deyil də. Elə olsa deyərəm, köhnələrdə qaldı mexanik. Məsələn, elə bir saat inqilabı baş verə bilər ki, avtomobildəki kimi deyərlər ki, mexaniki saatlar dayandırılır. Hibrid sistemə keçirilir. Onda deyərəm ki, bir mənalı olaraq köhnə saatlar. Təzələr onların yerini verməz. Axı o mexaniki saatçılıq indi də var. Plus indi daha inkişaf edir. O Orientin materialları acı. Orientin 3 ulduz modellərindən danışırlar da. Prosesli çox pisdir. İndiki Orientlərin o 3 ulduz modellərin prosta orada mənəvi insanların zehnində mənəvi bir belə deyim də bağlılıq var deyə elə deyirlər. Atalarında, babalarında kimlərindəsə görüblər. Əlbəttə ki, hansı yaxşıdır mövzusunda bir mənalı olaraq təzə Orientlər daha çox inkişaf eləyib, daha çox məsələn uzun ömürlülüyü var. Çünki saat bazarında belə deyim, rəqabət var. Bu rəqabəti keyfiyyətsiz eləyib öldürə bilməzlər. O cəhətdən, yəni yenə deyirəm, əl çatmaz saatlarda vintage. Ona görə də elə biz bu tip layihələrlə, bu tip videolarla maksimum dərəcədə aciz bayaq məsələn bu gün əslində çox qəşəng mövzulara toxunduq da, belə istən deyirəm. Çünki məsələn ikinci əl bazarı mövzusuna toxunduq. Elə heç mövzumuz orada deyil də, prosta gəldi. O məsələ üçün çox əla mövzu idi də. Onun insanlara çox əminəm ki, faydalı oldu ikinci əl saat məsələsi. Kifayət qədər məsələn bu mövzu, bunu ayrıca bir mövzu kimi müzakirə etmək olar. Çox danışmaq olar. Bunun haqqında da belə 3 nəfər də oturub danışmaq olar. Eynən. Necə danışmaq olar bunu? Həqiqətən bax. Məsələn də sən, mən, hətta usta da çağıra bilərik. Olar. Çox belə maraqlılar. Çünki ikinci əl bazarından onlarla əlbir olmayan ustalardan. Onlarla əlbir olmayan ustalardan tapmaq lazımdır. Qoruyan, bəli. Çünki obyektiv danışmaq üçün. Var təbii ki, təbii ki var. Əlimizdə də bir dənə novator var da, yenilikçilər eləyir. Sürpriz olsun o yeniliyi. Yenilikçi ustamız var bizə. Onu gizlədirik ki, onu şeyləməsinlər. Onu da öz ağlarına qoşmasınlar. Amma belə gəlib tanış ola bilərsiniz həmin adamla. İnsanlar nə vaxt istəyirsiniz? Gənc novator bir ustadır. Əminliklə belə deyərəm də, saatlarınızı verə bilərsiniz, təmir etdirə bilərsiniz, repasaj etdirə bilərsiniz. Burada bir dənə Instagram səhifəsini əlavə eləyərik. Bir dənə də maraqlı bir dənə sualım var sənə. Hansısa saat var ki, məsələn də o saatı istəyərsən ki, yəni sənin kolleksiyan olsun. Belə deyim də, gecələr səni yatmağa qoymayan, yuxuna girən. Amma indi bu ola bilər ki, şeylə bağlı yoxdur. Yəni maddiyyatla bağlı deyil də bu sual ki, əl çatan, qiymət çatan bundan deyil. Məsələn də ya tapa bilmədiyin bir saat ola bilər bu, ya həddindən artıq çox bahalı bir olar ki, saat ola bilər. Bilməm də, yəni və yaxud da istehsalı dayana bilər. O da ola bilər. O əl çatmaz. Səni belə deyim də, sənin yuxularını qaçırdan o müqəddəs saat hansıdır? Bir məsələni deyim. Bu biraz yenə də mənəvi mövzuya yönlənəcəm. Əlbəttə ki. Bu zaten bacardığım, bacardığım qədər saat məsələləridir, müəyyən əşyalardır, müəyyən şeylərdir. İstəyirəm məsələn elə olsun ki, özümü bunu tənzimləməyə çalışıram da. Mənə deyək ki,
yuxularımı bəzən biruzə verməsəm də yuxularımı qarışdıracaq, nə bilim onu tamamilə onsuz qala bilməyəcək hədd olmasın məndə bu mövzularda. Elə istəyirəm ki, məsələn, saat mənim içimdəki olan şəxsdən, şəxsiyyətdən çox da qabağa keçməsin. Mən onu arzulayanda, məsələn, amma elə saat var. Məsələn, elə saat var. Yuxularını qaçırdan saat var. İndi qaçırdan da çox istəyərdim ki, məsələn, o saat məndə olsun. Onu indi özüm tənzimləyirəm də, qoymuram ki, məni məndən alsın. Elə bir şey olsun. Məsələn, mənim məktəb vaxtı dönəmlərimdə o saatın gerçəyi əlimə gəlmişdi, amma mənim deyil idi. Sadəcə olaraq bir yoldaş var idi. Onun atası çox imkanlı statuslu adam idi. Onun atasının saatlarını taxıb gəlirdi. Bir dənə həmən saat onda var idi. O da nə etmişdi? Məktəbdə orada burada koridorda çırpmışdı şüşə hissəsində, sapfir idi, amma elə bil ki biraz dərinə atmışdı da. O mənə dedi ki, yaxşı qutarıb sapfir çünki sapfir zədalanda parçalandı. Məsələn, mən ona bir-iki gün o saatı götürüb taxmışdım. Çox möhtəşəm bir saat idi. Həmən elə uşaq vaxtından o saat mənim ağlımda qalıb. İstehsalı dayanıb, təbii ki, bu istehsalı xeyli müddət olar. Həyəcanlar yeyir, xeyli müddətdir dayanıb və o mənə təklif eləmişdi. Demişdi ki, əslində onun təklif etdiyi rəqəm çox aşağı idi da, neçə 100 manat idi. O deyək ki, ata nisbətən statuslu insan idi. Məsələn, gəlir imkanı sosial cəhətdən yaxşı idi deyə o, məsələn, deyək ki, əşyaların çox da qədrini bilmirdi və yaxud da maraq dairəsində deyil idi. O götürdü o saatı, məsələn, deyir ki, istəsən falan qiymətə verərəm. Burası bilirdi ki, biraz dəyəri var, o da isə atasından xəbərsiz. Mən həmən vaxt onun təklif elədiyi pulu təbii ki, gedib mən böyüklərə də deyə bilməzdim ki, hardansa tapın, bunu alın, adama gülməli gələrlər. Çünki bizim böyüklərimiz bilmir həmən saat nə olan şey idi. Onun həmişə mənim nəzərimdə qalıb ki, bir fürsət idi. Məsələn, onu mən əldə edə bilərdim. Bir növ səndə bizən necə olub, o Bitcoin-in siz bilmirsiniz. Təzə məşhurlaşan vaxtlarda kiməsə deyirdim Bitcoin deyir, yeri gedişin. Siz bilmirsiniz nədir, amma nədini də izah edə bilmirdim. İndi məsələn izah edə bilərdim. Çox çarəsiz oldunuz adam başlasın. Məsələn, o saat məsələn əlimdən çıxmışdı. Mən məsələn o saatda bir dənə saatsaz var idi o vaxtı. Ona göstərmişdim. Yəni o vəziyyətə düşmüşdü. Yəni o bizincə belə heyrətamiz bir şəkilə. O demiş sən Əlvə bu hardandı falan belə elə. Çox gözəl saat idi, amma mən ona verdim də sonra. Çünki adını deyəsən mən ürəyim partladı. Həm mənim ürəyim partladı, həm də videoya baxan adamlar. O mənim indinin özündə referans kodunda nə əlavə edək? Referans kodunu gərək baxım, amma modelin adını deyə bilirəm də. Yazanda çıxır. Patek Philippe'in Google-a yazanda çıxır gondola versiyası var. Gondola versiya. O düzbucaqlı şəkildə biraz kvadrat saatdır. Onların istehsalı yoxdur hal-hazırda və mənim üçün deyək ki, ən çox əldə edib bir ömür məsələn onu yerləşdirə biləcəyim də o saat. Sən danış bilən o modelə baxımdan. Saat məsələn kolleksiya deməyək də saatlarımın içərisində yazdıradı, bir dənə yazdıra bilərsən. Tamam, bunu özüm baxın, sizə də göstərəcəm burada hardasa çıxardacağım o modeli. Çünki bir dəqiqə. Çox maraqlı gəldi. Bəlkə də üzdən görsün tanıyıram modeli. Adın. O mənim üçün bu zirvə bir saatlardandır. Burada iki məsələn şəkli var, belə bir şəkli var. Bir də göy rəngdə olan var, göy sferblatla. Səndə buydu yoxsa? Bunun biraz açıq rəngi idi. Sferblat elə bir ki, sədəf rənginə bənzər bir rəng idi, belə bir şey idi. Həyatın bir anı. Bu mənim üçün ömürlük. Sən bu saat taxmısan da yəni, hə? Bu saat taxmışam. Neçə gün taxmısan? Harasa 2-3 gün olar. Taxmışam. 2-3 gün müddətində taxmışam. Nə qədər edirdi bu saat sənə? O mənə bir neçə 100 manat idi. Dəqiq yadımda deyildi. Adam 300 manat. İndi bu saat neçə dəyər nə qədər olar? Bu 6 rəqəmlidir də. Çünki həm istehsalı yoxdur, həm də məsələn mən sizə deyim ki, bu daha statuslu saatdır. Nautilus'dan daha statuslu saatdır. Patek Philippe'in çox dəyərli saat modellərindən biridir. Təəssüf, məsələn, həmən saat əl çatmazdı hal-hazırda. Nə mənada əl çatmaz, yenə də əldə eləmək olar. Amma mənim üçün deyək ki, o bir xatirə idi də. Ən demək olar, əldə etmək istədiyim bir saat idi o. İndiki dönəmdə olsa bəlkə onu əldə edə bilərdim. Nə mənada, ya o 6 rəqəmlə yox, onu təklif etdiyi qiymətlə. Onu təklif etdiyi qiymətlə.
İndi məncə onun təklif etdiyi qiymət kimə təklif eləsə, çünki bu dəqiqə onu o markanın adına və adam hələ də yəni fərqində deyil də, nə taxır, nə edir. Çünki atasının saatlarını taxır bu dəqiqə həmin adam o saat. Mən açığı adamla indi çox da belə yaxın əlaqəm yoxdur. Belə yəni görsəm rastlaşacağam da, belə rastlaşıb görsəm soruşacağam, soruşacağam da, hə. Aqibəti necə oldu? Yəqin ki, atıb da evə də, qalıb evdə. Bəlkə də o saatı 200 manat satıb kiməsə. Amma əslində onu bilmək sənə nə hiss edirsən ki? Onu bilmək mən. Təsəvvür görürsən həmin adamı, təsadüfən də belə deyim. Soruşsan ki, bəs səndə bir dənə saat var idi, bəs olmasan. Deyir ki, hə, üstündə onu səhv istəmədim falan kəsə. O bilirsiz nədir? Orada ancaq ortalığa Allah girə bilər ki, qismət mövzusu. Qismətdən artıq. Ondan başqa insanın ürəyinə su səpəcək bir situasiya yoxdur da burada. Bəzi situasiyalara ona görə Allah onun içərisinə girməlidir ki, sənin qəlbinə biraz aramlıq versin. Mən elə bilirəm ki, o heç onu satmayıb, çünki mən onu çox istəyirdim deyə o mənə dedi. Və deyək ki, o çox da əşyalarının falan qədrini bilən adam deyildi. Çünki hazır gəlirdi ona, fərqində deyildi əslində. Bax belə. Ona görə mən məsələn yaşım az olanda elə fürsətlər düşürdü ki, böyüklərin nəzəri ilə baxırdım. Deyirdim ki, bunu mən dəyərləndirərdim də. Kaş böyük olardım. Hə, böyük olub dəyərləndirərdim. İndi uşaq olmasın, ki o. Hə, həmin o adamlar var, deyir ki, məsələn, qayıdardım 2012-yə, 10-a Bitcoin məsələsinə görə. Sən qayıdıb Patek Philippe götürərdin? Əslində hə, o Patek Philippe yəni mən götürərdim. Qayıdıb 3 dənə Bitcoin götürmək istəyirdim, yoxsa Patek Philippe götürmək istəyirdim? 3 dənə Bitcoin yoxsa Patek Philippe. Hal-hazırda 3 dənə Bitcoin heç olmasa demədə, bir dənə Bitcoin denən. 3 dənə Bitcoin deyirsənsə, 3 dənə Bitcoin. Mən deyim ki, bazar dəyəri nə qədərdir dollarla? Hazırda yəqin ki, bu 200.000 civarında olar da, çox yuxarıda olmaz. Dənəsi 3-ü? Yox, 3-ü bir yerdə. Yəqin ki, güman edirəm elə olar. Hə, Patek Philippe daha bahadır. Plus deyək ki, birinci fikirləşsinə, bəlkə yox. Birinci fikirləşsinə bəlkə Bitcoin götürür. Həmən Patek deyək ki, qiyməti heç vaxt düşmür, ancaq qalxır. Amma müəyyən siyasi təsirlərdən məsələn Bitcoinin qiyməti düşə bilir. Amma bu dəqiqə çox belə maraqlı bir dünyası toxundu. Bax məsələn həmin Patek Philippe 300 manata ala bildiyin vaxt Bitcoinin dəyəri nə qədər olardı təxminən? Bu mən dediyim vaxt hardasa 2010-11-ci illər idi. Amma onda Bitcoin alınsaydı daha çox olacaqdı da dəyər. Məsələ budur. 2010-11-ci illərdə 300 manata daha çox Bitcoin almaq olar. Daha çox Bitcoin almaq olar. Hə, daha çox olar. Amma iş burasındadır ki, mən yenə deyirəm, bu insanlara məlumat verirlər, müəyyən investorlar məsələn filan qədər vaxtında alıblar, yığıblar. Elə bir platforma da yox idi. İnsan həmən dövrdə gedib Bitcoin alsın, yığsın. Hardan yığırlar? Bitcoin söhbəti də oyunlarda verirdilər. Bir də məsələn əvvəldən bu sayt içində olanlara səhv eləmirəmsə, yenə deyirəm, dəqiq bilmirəm də. Əgər baxdı məlumat varsa qeyd eləyər də. Əvvəllər Google-dan sənə pul gəlmirdi. Biz çünki o vaxtlarda çox başımız problem. Google-dan $100 pul gəlmişdi o vaxtı. Biz film saytımız var idi, bizim məktəb vaxtı işlədirdik. Google-dan $100 pul gəlmiş, o vaxt $100 yəni qəşəng puldur. O pulu biz çıxarda bilmədik. Bizə deyirlər gedin şirkət açsın, onu eləyin, bilən eləyin. Yəni aləm dəyəri. Həmin vaxt rəqəmsal valyuta vasitəsilə göndərmişlər onu. Amma o həmin anda söhbəti var idi. Həmin pulu təklif edir ki, istənsə bunu Bitcoin olaraq ödəyək. Qalsın da orada da, həmin nağdlaşdırmada. O həmin vaxt üçün bizə bilmirdik Bitcoin nədir. Təbii ki. Məsələ odur ki, biz bilmirdik Bitcoin nədir. Yəni bunun gələcəyi o. Düzdür. İttibatlı getdirir. Düzdür, məsələn deyirəm. İndinin özündə belə, məsələn, fiziksel prosesləri, rəqəmsal məsələlərə keçirmək böyük riskdir. Bu səbəbdən ki, sən elə bir sənin pulun var, amma sənin cibində deyil. Sabahları sistemə bir nöqsan olsa, həm kiber təhlükəsi var, müəyyən şeyləri var. Amma o 300 manat mövzusu Bitcoin-lə mövzusu saatama qalanda 300 manata sən o Patek Philippe alsaydın, bu dəqiqə 6 rəqəmli idi, hə? 6 rəqəmli idi, bəli. Təbii ki, 6 rəqəmli idi. İndi bir şey var ki, Bitcoin alsaydım daha çox idi, daha çox eləyəcəkdi. 300 manat dəyərində Bitcoin alsan, hə, daha çox eləyərdi. Daha çox eləyəcəkdi və bu 2 dənə, 3 dənə bu Patek Philippe Gondoladan almaq olacaqdı da. Yəni tapa biləcəkdim məsələn. Yəqin ki, şey demək olar da, necəsə biraz bizdə düzdür, o məsələlərdə əngəllər var. Amma yenə deyirəm, fiziksel maddi dəyər həmişə rəqəmsaldan öndə olacaq. Ən azı zehni prosesdə, zehni məsələlərdə sən biləcəksən ki, bu fiziksel olaraq var, mövcuddur. Əlbəttə.
bir sualın biri də elə bu mənəvi dəyər, belə deyək, ən çox almaq istədiyin saat, hansı saatda almaq şansın olub, o şansını itirmisən. Bu mövzuda davam ediriksə, bir dənə də elə bunlara uyğun sual var, onu da vermək istəyərdim sənə. Bəs sənin, belə deyərdim də, topladığın saatlar arasında, sənin saat kolleksiyanda, sənin üçün belə deyim də, belə ayrımcılıq edirsən uşaqların arasında hansı bir dənəsi var ki, o sənə, belə deyim də, sənin gözünün nurudur da. Var elə bir model? Elə bir, bu mənəvi mövzuda əfsuslar olsun ki, yoxdur. Ayrıcalıqlı. Yox, mənəvi mövzu olaraq yoxdur da. Yəni siz nəyə görə? Çünki hamısına eyni cür. Kimdənsə mənə məsələn xatirə qalan bir şey yoxdur. Təəssüf ki, saat mövzusunda sırf. Ona görə düşünürəm ki, saatlar hamısı mənim üçün sadəcə bir mənəvi istəyərdim olsun. Məsələn, bizdə bir qonşu var idi, o mənə orient vermişdi. Amma belə orientlərdə indekslər nöqtə-nöqtə olur çoxsunda və yaxud da bir qismində Rum rəqəmləri ilə olur, bambinolarda səhv eləmirəmsə. Amma bunda belə bildiyiniz rəqəmlərlə idi. O biraz tapılan şey deyil idi. Mən ən azı axtarmışdım, tapmamışdım. O qonşu vermişdi də, bir yaşlı bir insan var idi, o vermişdi. Mən o məndə qalmışdı. Demək olar ilk saatlarımdan idi. İlk saatim olmuşdu. Yəqin belə sual da verərsən. sən çox qabaq verirsən. Sən elə bil nə olsa ümumiyyətlə birinci dəfə belə bir buraxılışda iştirak edirsən, yoxsa mən elə bil ki, dejavün qabaqlayıram. Sən dejavuya əks gedirsən də. Bax o izləyicilər biləcək ki, mən sənə qabaqsında suallar göndərmişəm, biz danışmışıq. Mən sənə qabaqsında suallar göndərmədim ki, şey olmasın. Bir məsələ var da, mən öncədən bir şey hazırlaşıramsa, onu danışa bilməyəcəm. O ancaq zehində isti-isti bişib çıxmalıdır. Düşünüb yerində cavab verməliyəm. Məsələn, ora əlavə bir informasiya daxil oldusa, onu əzbərləməyə çalışdımsa, məktəb zamanından mən əzbərçiliyi xoşlamamışam. Bildiklərimi də unuduram. Bildiklərimi də məsələn unuduram. Ona görə məsələn sən mənə təklif eləsəndə mən deyəcəkdim ki, yox, yerində olsun, düşünüm cavab verim. Orada biraz yaradıcılıq ortalığa da. Onda bayaq sualın cavabı yoxdur. Hansı? Hə, təəssüf ki, məsələn bir şeyi amma qəşəng cavab verdin. Sən cavabından bilsən nəyə fikirləşdin mən? Belə özümü fikirləşdim. İndi yəni sənin saat kolleksiyaları saymırıqsa, məni baxışın yəni ümumiyyətlə saymayaq. Mənim yəni toplasan onu təzəli keçirdə saatlarımın sayda. Amma məsələn belə bir dənə məsələ vardı. Mənim saatlarım üçün məsələn mən sevdiyim saat bizdən yəqin ki, hansıdır? Hansıdır? Orientstar. Yəni o saat məsələn mənim üçün başqadır da. O da indi fikirləşəm ki, okeydir, mən onu özümə bəylik toy saatı kimi almışdım da. Ola bilər ki, ona görə mənim üçün insanın sevdiyi biri, məsəl üçün, onu insana hədiyyə vermiş olsa və yaxud da atadan, anadan qalmış olsa, ya bunu necə eləmək lazımdır? Ya özün süni şəkildə bunu alasan, ataya verəsən ki, tax, indi gec-tez bu baş verəcək də. Ata dünyasını dəyişəndən sonra sənin üçün əziz olsun da. Saat götürürsən. Bu məsələn şeyin qəşəng bir Frederick Constant'a aid 50 qəşəng bir video çəkmişdi. Ataya miras. O mənim çox xoşuma gəldi məsələn. Atalasının saatı deyirsən. Ata, demişdi ki, məsələn ataya verilən hədiyyə eyni zamanda mirasdır. Atadan sənə qalan. Sənin vitrində olanda onun bir dəyəri yoxdur. Özün pul verib alsan, özün taxsan da bir dəyəri yoxdur. Amma atada qalıb, ata nə vaxtsa dünyasını dəyişəndə, onsuz da məsələn də indi ölümlü timli dünyadır da, nə vaxtsa gec-tez olur. O saat sənin üçün mənəvi dəyər qatır sənə. Məsələ budur. İndi biz atamıza saat, mən atama saat alıb versəm taxmayacaq o. Mən elə bir şey öz qoluma almışdım. Mən hansısa buraxılışda demişdim, yox kimlə söhbət edirdim. Mən atama neçə saat almışam. Bu saatlar heç bilməm hardadır. Yəni bu adam xoşlamır da saat. Ya da nə bilim, bacıoğlu deyib kiməsə hədiyyə verəcək. Ortada da sən o da ola bilər. Hə, ortada da mənim planım ümidsiz mənəvi investisiya, ümidsiz alma. Suya bütün planlarını adam suya düşür. Ona görə təəssüf ki, yoxdur. Amma mən özüm necə formalaşdıra bilərəm? Məsələn, sən demişdin, orientistlərin sənin üçün necə mənəvi dəyər var, amma bunu sən formalaşdırırsan. Bu məsələn mən almışam da. Amma məsələn, mən də ümumiyyətlə axırıncı kaş məsələn qarşı tərəf ala bunu. Onda başqa cür olur da. Axırıncı verilişimizdə indi qarşı tərəfdə mənim xatirələrim başqadır. Mənim bütün döymələrim hamısı qarşı tərəfdən gələnlərdir. Məsələn, o daha bizim elə bir ənənəmiz var da, belə bir mənim hər ad günündə həyat yoldaşım mənim üçün tatuировка. Yəni o bir dənə söz deyim sənə ki, bir dəfə saat mağazasındaydım. Gördüm ki, bir dənə xanım gəldi, dedi ki, mən bir dənə saat axtarıram da, məsələn, tutaq ki,
sevgilisinə, nişanlısına, Həsəd apardı. həyat yoldaşına şeydə bu cür olsun, sferblat belə olsun, el olsun. Gördüm ki, şeylə saykolara baxırdı, citizenlərə baxırdı. Görüm ki, axtar, Hamiltona baxırdı. Hamiltona baxırdı. Dırnaqlarını zaten yedim. Bunu neyinir də yəni. Biz məsələn adam məsələn deyim də o cür saat ayrılıq söhbəti kimi baxmır. Çox qəşəng mövzulardan biri də budur. Saat ayrılıq. Niyə ayrılıq? Bu sualı biz çox alırıq. Mən ətrafımda hətta təsadüfə var bir dənə. Dünən mənim qardaşımın ad günü idi. Buradan təbrik edirəm onu. Mən də təbrik edirəm. Dünən idi, yoxsa bu gün? Yox, dünən idi, hə. Dünən qardaşımın ad günü idi. Biz ad günündə oturmuşduq. Mən elə bildim, qohumlarım arasında bilinmirdi ki, mən nə işlə məşğulam da. Elə bir dedim ki, saat satın. Biz satırsan deyir, biz elə o qədər bil. Saat şey eləmirəm də, mən çox dəyişmirəm. Hamı bir kəs sözü saat mövzusunun içindəyəm. Orada belə bir dənə mövzu gedir ki, abi saat ayrılıq saat oyan bilim. Deyirəm, saat özü səhv eləmirəmsə Əli ilə bu haqda video çəkmişdik. Biz Yaponiyadaydı yoxsa yoxsa hansı ölkədə? Orada qəti elə ideologiya yoxdur yəni. Yox, hansı ölkədə ümumiyyətlə şeydir, evliliyi təklifi kimi bir şey var. Məsələ nədir? Həm Azərbaycanda belə bir düşüncə var ki, saat ayrılıqdır, həm də bəy saatı deyilən bir şey var. Hə, nətər orada yəni. Bizdə bəy saatda soruşurlar. Yox, nətər olur? Bir nəfər yazır bizə, məsələn də saat almaq istəyir. Sonra qalır ki, saat ayrılıq saat dönüm. Sonra həmin adam gəlib bizdən bəy saatı soruşur. Yəni. Bu görürsüz ki, məsələn insanları yanlış inanclar idarə eləyir və insan təbiətində belə bir şey var ki, bu metafizik təsirdir. Nəyə inanırsansa, o enerjini ötürürsən, o hadisə baş verir. Pul yığırsan dar gün üçün, axıra gir dar gün qismət olur. Yəni bu mövzularda məncə insan biraz sərbəst olmalıdır. Bu məsələn bizdə də məndə də olub da uşaqlıqda müəyyən şey eləməsəm, məsələn tez buradan çıxmasam nəsə olacaq. Onu insan içində sındırmalı. Bu əslində obsessiv pozğunluqdur. Bəli. Və yaxud da pelikanları qalxmaq, düşmək, daşların üstündə bu cür getmək, o cür onun üstünə getmək lazımdır ümumiyyətlə. Yəni onun üstünə getdinsə, o səndə keçir. Məndə məsələn, məncə Azərbaycanda uşaq vaxtı hamı da olur. Bəli. Sadəcə onun üstünə həm də biraz bir sən necədir? Psixoloji gərginliyin səbəbidir. Ətrafın, ailən biraz bunda dəstək olmalıdır sənə ki, onun üstünə gedəsən sən. Aynen. Onun üstünə getsən, sən onda qalib gəlirsən. Onun üstünə getməsən, bu səni məsələndə saatın böyüyəndə də gedib gəlib sənə. Bu da saatın ya adam var bir ömür ona inanır. Ona inandığı üçün də kimə saat alıbsa ondan ayrılır. Əslində öz taleyini insan öz inancları ilə formalaşdırır. Bax həmin saat mövzusunda inanc da buna bağlıdır. Necə ki, məsələn o qara pişik söhbəti çox batil bir şeydir də. Yəni mən pişikləri çox sevdiyimdən görmüşəm ki, qara pişik qarşıdan keçməklə heç nə baş vermir. Bir dəfə əksinə hansısa ölkədə yenə deyirəm, şərq ölkələrində o qara pişiyə uğur rəmzi kimi baxırlar. O məsələn gəmiyə minəndə belə yol gedəndə, uzaq yol gedəndə özləri ilə aparırmışlar. Müəyyən şeylər var ki, gərək insan onunla mübarizə aparsın da, öz genetikasında formalaşdırıb gələcəyə ötürməsin o informasiyanı. Uşaqlarına ötürməsin. Yəni azı bu yanlış bir şeydir. Ən azından neqativləri ötürməsinlər. Yəni fərqinə varsın ki, saatda hansı mexanizm, hansı enerji, hansı təsir var ki, bu ayrılığı gətirə bilər. Yəni mənasız bir şeydir bu. Sənə bir daha belə deyərdim. Çox belə minnətdarlığımı bildirirəm. Çox maraqlı mövzular oldu. Mən əslində biraz qalmışdım belə də ki, görən necə olacaq zat. Məncə sənin özündə də həyəcan var idi. Fikirləşirdim ki, necə olacaq zat. Amma məsəl üçün məncə çox qəşəng mövzu oldu. Sizin də əlbəttə ki, fikirlərinizi gözləyirik. Qeyd eləyin, necə oldu? Mənim özümə də məsələn çox xoş gəldi. Heyf ki, zaman məhdudiyyəti var da. Zaman məhdudiyyəti olmasa bu mövzuların biri ilə saatlarla danışmaq olar. Əslində zaman məhdudiyyəti daha uzun da eləyə bilərik. Sadəcə nədir? Biz bu dəqiqə məsələsində belə deyim də, izləyiciləri nəzərə alırıq ki, yəni çox uzatmayaq da. Amma əlbəttə ki, qərar sizindir. Əgər siz istəsəz ki, 1 saat, 2 saat danışın bu haqda, məmnuniyyətlə danışarıq. Xidmətinizdə. Hətta görüş də təşkil edib belə oturub da danışa bilərik. Canlı müzakirə edə bilərik. Ona görə biz hər mövzuya açıq. İstəyərəm ki, fikirlərinizi bildirəsiniz bu haqda. Məsələn, daha uzun olmağını istəyərsinizmi? Bəli. Bizim üçün maraqlıdır. Çünki biz hələ də fikirləşirik ki, bizdə mövzu tükənmir. Ümumiyyətlə saat mövzusu hər şey həyatın içindədir deyə. Həyatın məsələn sorğulayan bir insan saat mövzusu oldu, Allah mövzusu oldu. Hər mövzuda məsələn də
aça bilir mövzunu, danışa bilir. Sözsüz. Həyatın özündən olduğu üçün də, yəni saat mövzusu tükənməz bir mövzudur da. Razıyam sənə tamamilə. İndi keçmək istəyirəm qısa suallarımıza. Ondan sonra da yekunlaşdırmasam sən O blitz deyirsən, o blitzi rapid eləmək olsaydı yaxşı olardı, biraz müzakirə. O müzakirəsi onda gərək biz blitzdə əlavə bir dənə podkast kimi eləyək. Amma əlbəttə ki 100% biz yenidən görüşməliyik. Çünki İnşallah. çox danışa bilmədik, çox içimizdə döşə bilmədik. Çox. Amma daha da maraqlı Mən mövzular var. düşünürəm ki, elə mövzular var ki, onlar səndə var da o mövzular. Onları bölürsən, bir sualın ətrafında çox geniş danışmaq olar. Hətta belə də eləmək olar, düzdürsən. Hansı bir mövzu seçmək olar. Yəni həmişə dediyimiz kimi də danışmağımızı istədiyiniz mövzular varsa, onları da qeyd edə bilərsiniz bizə. İndi isə məncə hazırsansa səni sual atəşinə tutum. Elə gəlsin. Vüqar telefonu çox sağ ol. Deməli, çox qəşəng suallar hazırlamışam sənə. Hazırsansa başlayaq. Ümid edirəm ki, qısa cavablar verəcəm. Mən sənə qoymayacağam onu çox danışırsan, uzun danışırsan. Çünki bəs qədər danışdın. İndi keçirik qısa cavablar, qısa suallar və qısa cavablar. Yəni o məsələ seçim qarşısında qoyulur. A, B variantı kimi bir şey. Bəli. Hazırsansa başlayaq. Başlayaq. Rolex yoxsa Tudor? Tudor. Bu tərəfini izah eləyəcəm niyə gələcəkdə. Qaşınma. Polad kəmər yoxsa dəri kəmər? Polad kəmər. İsveçrə saatları yoxsa Yaponiya saatları? Mən praktik adam olduğum üçün Yaponiya saatları. Risk verəsən. Yaponiya saatları. Kolleksiyanda ən çox taxdığın saat? Casio. Modern saatlar yoxsa vintage saatlar? Əslində bu sualı müzakirə etmişik biraz. Modern saatlar. Nəyə görə olduğunu izah eləmişsən. Modern mexaniki. Okay. Nəyə görə olduğunu zaten bəyəndim. Bəli. Yalnız bir saat markası seçmək şansın olsaydı hansı saat markası olardı? Patek Philippe Gondolo. Belə gedir adı. Getdik. Taktik saatlar yoxsa klassik saatlar? Taktiki. Sferblat rəngi ən sevdiyin? Qara. Hər şeylə gedə biləcək bir. Saat alarkən baxdığın birinci şey? Bunun texniki tərəfləri, mexanizmi. Qəşəng. Son sualımızdan yekunlaşdıraq. Saat kolleksiyası toplamağa 3 sözdən izah elə. Gələcəyə sağlam bir miras. Gələcəyə sağlam miras kimi görürəm bunu. Qəşəng. Əgər keyfiyyətli saatdırsa, məsələn, fashion saat deyilsə, gələcək üçün Və buraxılışımızın sonunda bir dənə fashion saat markalarına bir dənəsin elə bir şeylərdən və yanına keçəndə bir çiyin atdına bir dənə fashion markalarına. Bugünkü buraxılışımızı burada sonlandırırıq, amma əlbəttə ki, Nurəddinlə məncə biz yenidən görüşəcəyik. Çox məmnun oldum. Yenidən, çünki danışdıqca daha maraqlı mövzular çıxır ortaya və bunları daha da geniş açmaq lazımdır. Hətta bir dənə mövzu seçib onu belə daha partlayış açmaq. Bir dənə, iki dənə sualla açıb dərin. Çünki məsələn mən hazırladığım bütün sualları verə bilmədim sənə. Bəli. Olar. Ona görə də bizim mütləq ikinci bir görüşümüz lazımdır. Xoş, yəni ki, halımızdakı insanlara, tamaşaçılara, izləyicilərə bizim zaten faydalı məlumat bu proyektdə bizim məqsədimiz odur ki, maksimum dərəcədə belə deyim də insanlarımızı bu mövzulardan maksimum maarifləndirmək. Düzdür, biz özümüz indi mütəxəssis sayılmırıq, amma ən azı bir neçə il qabağa atırıq da. Bir neçə il qabağa atırıq. Səhvlərimiz, gəldiyimiz nəticələri. Məsələn, ən azından sən birinci başlayanda dedin ki, kolleksiyaya doymalı, əlinizdə saatları alıb yığmalı ki, sonra bunu istəyirsən. Məsələn, bizim buraxılışlarımıza baxsa, ona ehtiyac olmayacaq da, o cür başlayacaq, o cür sevgisiz davranmağa. Zərərin harasından da qayıtsan. Həm maddi olaraq qabağa düşəcək, həm illər olaraq qabağa düşəcək və daha sağlam bir addım atacaq. Gələn görüşlərdə görüşənədək özünüzə yaxşı baxın, sağlıqla qalın. YouTube kanalımıza əlbəttə ki, abunə olmağı, bizi izləməyi unutmayın. Sağ olun.